Salam əziz tamaşaçılar. Haqqın Dərgahı verilişinin yeni mövsümündə hər birinizi xoş gördük. Ötən mövsümdə olduğu kimi bu mövsümdə də mənəviyyat dünyamızla səsləşən, bir-birindən maraqlı, aktual və vacib məsələləri ilahiyyatçılarımız, din xadimlərimiz və ziyalılarımızla müzakirə etməyə, ekranlarınıza gətirməyə çalışacağıq. Verilişimizin bu dəfəki qonağı Heydər Məscidinin imam muavini, ilahiyyatçı Rıza Rızayevdir. Rıza müəllim, xoş gördük. Sizi Haqqın Dərgahı verilişinin efirində görmək bizim üçün çox xoşdur. Məhz sizinlə bugün müzakirə edəcəyimiz mövzu da xüsusi olaraq seçilmiş bir mövzudur. Bizim verilişlərimiz bu möhtəşəm Heydər Məscidindən həyata keçirilir və bu məscidin bir xüsusi bir missiyası var, xüsusi bir rolu var. Bütün məscidlər əlbəttə ki, Allahın evidir, insanları birliyə, bərabərliyə, xeyirxahlığa səsləyir. Amma bu məscidin xüsusi bir ab-havası var. Məhz Vəhdət məscidi kimi tanınır. Siz də bu məsciddə, bu Vəhdət xidmətində rol alan dəyərli şəxslərdən birisiniz. Mövsümün ilk verilişində mən istədim ki, məhz bu birlik, bərabərlik mövzusunu bu məsciddə sizinlə müzakirə edək. Ötən günlərdə ölkə başçısı cənab İlham Əliyevin xarici media orqanlarına verdiyi müsahibədə xüsusi bir məqama diqqət çəkdiyini gördük. O vurğuladı ki, ölkəmizdə İslam dininin müxtəlif təriqətlərinə, müxtəlif məzhəblərinə aid olan insanlar bir-biri ilə yan-yana, eyni safda duraraq namaz qılırlar, eyni vaxtda, eyni məsciddə ibadətlərini yerinə yetirirlər. Bu əslində bizim ölkəmiz üçün, cəmiyyətimiz üçün bir qazancdır. Tarixi bir qazancdır, tarixi bir uğurdur və eyni zamanda bütün İslam cəmiyyətləri üçün bir modeldir, bir nümunədir. Mən sualımı əvvəlcə belə qurmaq istəyərdim ki, bax, İslam dini birliyə, bərabərliyə və vəhdətə nə şəkildə vurğu edir, insanlar bu birliyə necə səsləyir? Əvvəlcə istərdim ki, buradan başlayaq. Rəhman və rəhim olan Allahın adı ilə Kövsər müəllim, mən də sizi eyni zamanda bizi izləyən əziz və uca millətimizi Allahın salamı ilə salamlayıram. Dəvət üçün sizə təşəkkürümü bildirirəm. Verilişinizə də uca Allahdan xeyirli, bərəkətli verilişlər olmasını uca Allahdan diləyirəm inşallah. 10 ildən artıqdır ki, Heydər məscidi birliyin, bərabərliyin, qardaşlığın simvoluna çevrilən bir məsciddir. Məscidimizdə hər iki görüşün nümayəndələri imamların dəyişməsindən asılı olmayaraq bu imamların arxasında bu birliyə, bərabərliyə, qardaşlığa dəstək olan insanlardır. Bilirsiniz ki, belə bir gözəl ifadə var ki, din dünyaya, Səudiyyə Ərəbistanı, Məkkədən Mədinəyə yayılsa da, ancaq birlik havası, qardaşlıq havası ölkəmizdən dünyaya yayılır. Biraz öncə sizin də qeyd etdiyiniz kimi, cənab prezidentimiz İlham Əliyev xarici media orqanlarına verdiyi müsahibədə bir neçə dəfə bu məsələ ilə bağlı ölkəmizdə, xüsusən də Heydər məscidində qılınan bu birlik, bərabərliyi dünya müsəlmanları üçün gözəl bir örnək olacağını qeyd edir. Həqiqətən biz ölkəmizə baxdığımız zaman tarixən heç bir zaman ölkəmizdə nə məhzəb daxili, nə dinlər arası heç bir zaman problem yaşanmayıb. Hər zaman qardaşlıq ruhiyyəsində ölkəmizdə müsəlmanlar birgə yaşayışını yaşayıblar. Biz belə demək mümkünsə ölkəmizdəki bu bərabərlik, bu qardaşlıq tolerantlıqdan da üstündür. Əgər tolerantlıq nəyisə, sevmədiyim bir şey dözməkdirsə, bizdə bu şeylər heç bir zaman olmayıb. Tariximizdə də və günü bu gündə də bu ölkəmizdə, bu məsciddə əlhamdülillah ki, Allaha çox şükür ki, bunu icra edirik. Birlik, bərabərlik Quran-Kərimin ayələrindən yola çıxsaq, Rəbbimiz bizə bu haqda nə deyir? Ümumiyyətlə, Quran-Kərimə baxdığımız zaman Quran-Kərim insanlara, bəşəriyyətə haqq yolu göstərən ilahi kitab olaraq insanları həm fərdi, həm də ictimai həyatında mühüm prinsiplər ortaya qoyur. Quran-Kərimin birlik, bərabərlik məsələsi ana sütunudur. Belə deyək mümkünsə. Biz ümumiyyətlə dinin əsl məqsəd və hədəfi insanları birliyə, bərabərliyə, qardaşlığa dəvət etməkdir. Quran-Kərimə
ayələrinə diqqət eləsək, Uca Rəbbimiz insanları bir kişi, bir qadından yaradıldığını, yəni Həzrət Adəm və Həzrət Həvvadan yaradıldığını qeyd edərək, yəni ümum bəşəri bir belə deyək ki, bərabərliyin olduğunu qeyd edir. Rəbbimiz Quran-ı Kərimdə buyurur ki, Bismillahirrahmanirrahim, Yə əyyuhən-nəs, innə xaləqnəkum min zəkərin və unsə və cəalnəkum şuubən və qəbailə litəarafu. Ey insanlar, biz sizi bir kişi və bir qadından yaratdıq və sonra sizi qəbilələrə, xalqlara böldük ki, bir-birinizi tanıyasınız. Başqa ayənin davamında buyurur ki, burada üstünlüyü Rəbbimiz əslində milliyyətlə, irqlə, rənglə deyil, əslində təqvanla olduğunu da ortaya çəkir ki, insanlar arasında ən üstünlüyü təqvalı olanınızdır. Başqa bir yerdə isə Rəbbimiz möminlərin qardaş olduğunu qeyd edir ki, həqiqətən möminlər qardaşdırlar və onların arasını düzəldin, bəlkə rəhm olunasın. Baxın, burada çox önəmli bir məsələ var ki, onların arasını düzəldin deyir Rəbbimiz. Demək ki, qardaşlar arasında hər hansı bir problem olması təbiidir. Təbii ki, insan varsa, orada problem var, orada anlaşmazlıq ola bilər, amma o anlaşmazlıq bizi ümumi dəyərimizdən, ümumi baxışlarımızdan kənara qoymamalıdır. Ümumiyyətlə, bilirsiniz ki, dinimizdə yalan danışmaq böyük günahlardan hesab olunsa da, amma iki şəxsin, belə deyək, könlünü bir araya gətirmək nəinki günah, böyük savablardan sayılır. Hətta Həzrət Cəbrail əleyhissalam buyurur ki, mən bir neçə yerdə insan olmaq istəyərdim. Onlardan da biri budur ki, insanların, yəni könülləri aralarında sülh yaratmaq, o könülləri bir araya gətirmək üçün qeyd edir. Onlar dedilər, həyat ancaq bizim dünya həyatımızdır. Kimimiz ölür, kimimiz də doğulur. Bizi öldürən ancaq zamandır. Bu haqda onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar. Bizim aydın ayələrimiz onlara oxunduğu zaman onların dəlili, əgər doğru deyirsinizsə, atalarımızı dirildib gətirin deməkdən başqa bir şey deyildir. Peyğəmbərimizin hədislərində xüsusilə vurğulanır, möminlər bir-birlərini dəstəkləməkdə bir binanın daşları kimidirlər. Onlar bir-birlərini bu şəkildə tutarlar, dəstək olarlar. Quran-ı Kərimin ayələri bu barədə bizim üçün ciddi mənada yol göstəricidir. Başqa-başqa dinlərə bölünmüş olmaq bir üstünlük əlaməti deyil, insanların bir-birini tanıması, fərqləndirməsi mənasında götürülməlidir. Bax, baxımdan İslam dini də Allahın tövhid etiqadını bir baxıma yuxarıdan aşağıya, cəmiyyət arasında da yaymaq, insanları tək ilah qarşısında birliyə, bərabərliyə çağırmaq fikrini vurğuluyur. Mən başqa bir məqama gəlmək istəyirəm. Əlbəttə ki, bu birliyi, bərabərliyi pozan müəyyən məqamlar zaman-zaman olur və bunlar müəyyən fəsadlar yaradır. Bax, istərdim bu məsələdə birliyə, bərabərliyə xələl gətirən addımların yaradacağı və törətdiyi fəsadlar barəsində fikirlərinizi alım. İslam tarixinə baxdığımız zaman heç şübhəsiz ki, Peyğəmbərimizin Məkkədən Mədiniyə hicrət etdiyi zaman orada yaşayan çox böyük qəbilələr, topluluqlar var idi və məşhur qəbilə olaraq Ovs və Xəzrəz qəbiləsi illərlə, çox böyük yüzilliklərlə bir-birlərinə qarşı düşmən kəsilmişdilər və aralarında olan düşmənçilik çox uzun illərə söykənirdi. Allah Rəsulü Mədiniyə hicrət etdikdən sonra ilk olaraq qardaşlıq müəssisəsini, belə demək mümkünsə, inşa elədi və onların arasında olan o anlaşmazlığı, düşmənçiliyi aradan apardı və belə demək mümkünsə bir model yaratdı və Mədinədə ümumi olaraq götürsək bir İslam ümməti anlayışı yarandı. Yəni təsəvvür edin, illərlə bir-birlərinə qarşı olan düşmən kəsilən, bir-birinə qarşı kin-küdurət duyan insanlar bir din kənarında iman bağlarına bir-birinə sarıldılar. Necə ki, Quran-ı Kərimdə də Rəbbimiz buyurur ki, siz uçurumun kənarındaydınız, Allah sizi oradan xilas etdi və qəlblərinizi bir-birinizə sevdirdi. Biz ümumiyyətlə sizin də qeyd etdiyiniz kimi tarixə baxsaq, ümumiyyətlə hər bir zaman müsəlmanların birliyini, bərabərliyini kənara qoyaraq onları ixtilaflı məsələlərlə başını qatmağa çalışıblar. Bizi birləşdirən böyük, uca dəyərlər dura-dura
insanlar kiçik məsələlər ətrafında parçalanmağa meyillidirlər. Bax, siz bir məscid xadimi olaraq, məsciddə insanlarla görüşən, tez-tez onlarla ünsiyyətdə olan bir şəxs olaraq bu məsələni necə görürsünüz? Həqiqətən də bizi birləşdirən dəyərlərimiz çox böyükdür. Elə bunun başında düşünsək, Rəbbimiz birdir, kitabımız birdir, qibləmiz birdir, Peyğəmbərimiz birdir. Bu qədər birlər, bu qədər daha dəyərli olan məsələlər varkən bizi bir ikiliyə, üçlüyə, ixtilafa aparacaq olan məsələlər çox kiçikdir. Bir alimin bir sözü var, buyurur ki, siz qolunuzu açıq və ya bağlı tutmağın mübahisəsini edərkən düşmən o qolu necə kəsim deyə planlar qurur. Bu gün bizim üçün ali hədəf olmalı. Bu gün bizim üçün ortada olan dəyərlərimiz Quran ətrafında birləşməkdir. Bu gün bizlər həqiqətən Rəbbimizin bu nemətinin dəyərini bilməliyik ki, vəhdət, birlik. Bu gün ölkəmizdə biz bu Heydər məscidində qılınan ibadətləri sevərək, fəxr edərək, əgər cəmiyyətə danışırıqsa, dünya insanlarına bir nümunə kimi göstərə biliriksə, bu gün başqa müsəlman ölkələrində nəinki bir məsciddə qılmaq, hətta başqa məsciddə gedib bir məzhəbin, bir görüşün nümayəndəsi digər görüşün məscidində ibadətin rahatlıqla yerinə yetirə bilmir. Hətta bölgədən bölgəyə keçə bilmirlər. Yəni bir şəhərdən bir şəhərə keçə bilməyən nümunələr var. Bəli. Ona görə də həqiqətən də birlik, bərabərlik müsəlmanların xüsusən də zəruri ehtiyac duyduğu məsələlərdən biridir və biz o birliyin, bərabərliyin sayəsində baxsaq İslam tarixinə, İslam fütuhatı genişləndiyini, İslam coğrafiyasının genişləndiyini şahidi ola bilərik ki, və o birliyi, bərabərliyin sayəsində İslam coğrafiyası genişlənmişdir və o birlik, bərabərlik necə yarana bilər? Sözsüz ki, qardaşlıq düşüncəsinə, qardaşlıq şuuruna hakim olmaqla. Bax, biraz öncə də biz ayədə qeyd elədik ki, Allah sizin qəlblərinizi birləşdirdi. Əgər qəlb birləşməsə, əgər ruh birləşməsə, birlik də, bərabərlik də ola bilməz. Fikirdə birlik olmasa, hərəkətdə birlik də çətin olar və biz onun tarixdə nümunələrini görürük ki, Peyğəmbərimiz də o cahiliyyət dövrünü, səadət dövrünə necə çevirdi o birliyin, bərabərliyin, qardaşlığın sayəsində. Rza müəllim, həqiqətən siz əvvəldə də qeyd elədiniz, biz xalq olaraq o birlik, bərabərlik ruhunu özündə əks etdirən dünyadakı gözəl nümunələrdən biriyik. Bəzən xarici ölkələrdən turistlər bizim ölkəmizə gəlib, buradakı o multikultural şəraiti, qarşılıqlı hörməti, sevgini görəndə çox təəccüblə yanaşırlar. Bir baxıma onlar üçün həm bir sevinc olur, həm bizim üçün bir fəxarət rəmzi olur ki, yəni həm İslam dininin müxtəlif görüşləri ölkəmizdə bütün böyük bir tablonun müxtəlif rəngləridir, gözəllikləridir bunlar. Eyni zamanda ölkəmizdə fərqli dinlərin, fərqli xalqların nümayəndələri yaşayır və bunlar sülh və bərabərlik içərisində, birlik içərisində yaşayırlar və bir şəmsiyə altında bir araya gələ bilirlər. Məhz biz bunun nəticəsini Rza müəllim 44 günlük Qarabağ savaşında biz bunu gördük. Milliyyətindən, inancından asılı olmayaraq hər kəs eyni amal uğrunda, eyni məqsəd uğrunda bir araya gəldilər və Allah da bu sayədə bizə gözəl bir neməti bəxş elədi. Bu bir dəyərdir, bunu qorumaq, gələcək nəsillərə çatdırmaq mütləq şəkildə bizim borcumuzdur. Siz də bu istiqamətdə fəaliyyət göstərirsiniz, bu məscid də bu istiqamətdə fəaliyyət göstərir. Mən arzu edirəm ki, bu birliyə, vəhdətə çağıran insanların sayı hər gün artsın. Necə ki, bugün də biz bunun nümunəsini görürük. Rza müəllim, parçalanma, bölünmələrin əlbəttə ki, həm cəmiyyətə, həm İslam ümmətinə böyük fəsadları var, böyük təhlükələrlə nəticələnə bilir. Mən bax, bu yerdə bir sual vermək istəyirəm. Bu barədə həm təcrübəsi olan bir insan olaraq siz bu məsələni necə görürsünüz? Ümumiyyətlə, bu dövrdə bu birlik, bərabərliyin yayılması üçün, artması üçün hansı addımlar atıla bilər və bunlar nə şəkildə gələcəkdə özünün bəhrəsini verə bilər? Kövsər müəllim, birlik, bərabərlik həm Quran-Kərim işığında, həm də hədislərə baxsaq, ən çox tövsiyə olunan, təkid olunan çox zəruri məsələlərdən biridir. Belə demək mümkünsə, birlik, bərabərlik İslamın ruhudur, Peyğəmbərin mirasıdır, belə demək mümkünsə. Və eyni zamanda da birlik və bərabərlik haqqında baxsaq,
İslam alimlərinə, tabi biraz keçmişə də qayıtsaq, çox məqalələr, əsərlər yazılıb. Bir çox konferanslar keçirilib, amma çox təəssüf ki, bəzən bu dünya üzərində yaşayan 2 milyarddan artıq müsəlmanların halına baxdığımız zaman o birliyi, bərabərliyi görə bilmirik. Bu işlərin bir tərəfidir, bu nəzəri tərəfdir. Praktiki olaraq bu məsələlərin həyata keçirilməsinə önəm daşıyır. Yəni, əgər bugün biz birlikdən, bərabərlikdən danışırıqsa, bunu səmimi danışacağıq. Əgər mən digər məzhəbin görüşünü qardaşıma qardaş deyirəmsə, bunu həqiqətən içdən deməliyəm. Çünki Quran-Kərimdə buyurur ki, əməl etmədiyiniz bir şeyi deməkdən çəkinin. O şeyi ki, deyirsənsə, onu həyatında yaşamalısan. Baxın, bugün adında qeyd etdiyimiz bu, içərisində də olduğumuz bu möhtəşəm məscidin digər məsələlərdən fərqli olaraq deyilən sözlə əməlin vəhdət təşkil etməsi oldu. Yəni, deyildirsə, əgər biz qardaşıqsa, müsəlmanlar bir olmalıdırsa, biz bunu həyatımızda praktik olaraq yaşamağa çalışdıq. Və həm də olsun Allaha ki, illərdir artıq bu ənənə davam edir. Biz bunu Ramazan bayramından başladıq, sonra gündəlik namazlara keçdik, cümə namazlara və bu gün də artıq gündəlik namazlara imam dəyişsə də cəmaat dəyişmir. Bu o demək deyil ki, vəhdət, o demək deyil ki, biz hər hansı haqq bildiyimiz dəyərləri kənara qoyaq. Təbii ki, hərə öz görüşündə qalmaqla, qarşı tərəfə ehtiram göstərməklə, hərə öz baxışında olmaqla ancaq ortaq dəyərlərimizi qabardaraq bu yolda bir-birimizə dəstək olmalıyıq və inşallah ümid edirik ki, bu birlik, bərabərlik həm ölkəmizin digər məscidlərində həm də olsun ki, yayılır artıq və dünyada da biz bu dünya üzərində olan müsəlmanların dağınıq halını artıq vəhdət abu-havasında bir yerdə olduğunu görəcəyik. Həzrət Əli əleyhissalam bununla bağlı çox gözəl bir hədis var, dəyərli Kövsər müəllim. Buyurur ki, ömrünün son günlərində, ümumiyyətcə insan ömrünün son günündə elə şeyləri vəsiyyət edər ki, o dəyərli olar. Həzrət Əli əleyhissalamın şəhadətinin artıq son günləri idi. Həzrət Həsən və Həzrət Hüseyn əleyhissalama və onun da timsalında əslində bütün insanlığa belə bir xitab edir. Deyir ki, mən sizlərə Allahdan qorxmağı tövsiyə edirəm, təqvalı olmağı tövsiyə edirəm, İşlərinizdə nizam-intizamlı olmağınızı tövsiyə edirəm və eyni zamanda iki şəxs arasında birlik, bərabərlik yaratmağı tövsiyə edirəm. Çünki mən Cəddim Peyğəmbərdən eşitdim ki, insanlar arasında sülh yaratmaq, bərabərlik yaratmaq nafilə, 100 rükət nafilə ibadətlərindən üstündür. Ünsiyyətdə rahatlıq tapasınız deyə sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da onun dəlillərindəndir. Həqiqətən bunda düşünənlər üçün ibrətamiz dəlillər vardır. Rıza müəllim, mən sizə təşəkkür edirəm. Bu xüsusi verilişdə, belə deyək, mövsümün ilk verilişində bu vəhdət məsələsinə gətirdiyiniz vurğulardan ötürü, etdiyiniz vurğulardan ötürü və həm təcrübə olaraq, həm də elmi olaraq biliklərinizi bizimlə paylaşdığınız üçün minnətdaram, çox sağ olun. Əziz tamaşaçılar, bununla da verilişimiz başa çatır. Haqqın Dərgahı verilişinin növbəti buraxılışında görüşmək ümidi ilə sağ olun, salamat qalın.